Təsəvvür elə, sən bütöv orqanizmdə bir hüceyrəsən və necə deyə bilərsən ki, mənim həyatım, mənim qaydalarım, necə deyə bilərsən ki, mən necə istəyirəmsə, elə hərəkət də eləyirəm, elə də yaşayıram. Və nə vaxt sən öz üstünə düşən vəzifəni yerinə yetirmirsən və yaxud da özünə daha çox götürmək istəyirsən sənə veriləndən, öz rolundan çıxırsan və s. O zaman sən sanki bir xərçəng hüceyrəsinə çevrilirsən, hansından orqanizmanın immun sistemi, müdafiə sistemi başlayır mübarizə aparmağa. Yəni sən orqanizmə qarşı çıxdığın üçün səndən lazım olan qurumlar işini görürlər, sən ziyana düşürsən, sən zərər görürsən və s. və ilahi. Bax, bu həyat da elə qurulubdur, bu dünya da elə qurulubdur. Yəni bunu zamanla başa düşürsən, yetişərkən başa düşürsən. Əlbəttə, ilk vaxtlarda bunu anlamırsan. İlk vaxtlar sən mama, ata tərəfindən qorunmada olduğun üçün sən kəllə də ata bilirsən, sən belə məsuliyyətsiz də davrana bilərsən, öz rolundan qaça bilərsən və s. Amma artıq statusun dəyişdikcə, yəni həyat yoldaşı olandan sonra, nə bilim, bir valideyn olandan sonra səndən həyat daha çox tələb eləməyə başlayır. Çünki sən artırırsan, çünki sən böyüyürsən, çünki sən kökəlirsən və hər bir şeyə görə məsuliyyəti götürmək lazımdır, məsuliyyətli davranmaq lazımdır. Bax, bunu səndən həyat istəyir. Bu fikir nəyə görə mənə belə gəldi? Çünki indiki dövrdə daha çox insana öyrədirlər ki, bax, özünü seç, bax, sən ən birinci, sanki dünya sənin başına fırlanmalıdır və s. və ilahi. Bunlar hamısı öz yerində, yəni özünü sevməkdir, özünə dəyər verməkdir və s. öz hardasa sərhədini qorunmaqdır. Amma insan başa düşməlidir ki, o bütöv bir sistemin sadəcə bir hissəsidir və nə vaxta qədər ki, o özünü başqalarından daha yüksək hesab eləyir və yaxud da ona verilən rolla razılaşmırsa, hardakı o dirəşmə var, hardakı mübarizə var, o zaman o daha çox zərər görəcək. Həyat bunu öyrədir mənim fikrimcə. Şəxsən öz təcrübəm əsasında buna öyrənmişəm, buna öyrədilirəm də hər gün və qəbul etmək, razılaşmaq və yaşamaq. Mən belə deyərdim. Hər bir hüceyrə öz işini görməlidir. Ona verilən orqanizm tərəfdən ona təyin edilən